Axşamınız xeyir. Millimiz Fransa ilə oyuna yaxşı başlasa da sonluğu yaxşı gətirə bilmədi. Qurban Qurbanovun Qarabağa gətirmək istədiyi futbolçu ona yox dedi. Üstəlik Şəhrudin Məhəmmədəliyev limitə qarşı çıxdı. Bu və digər bununla bağlı bu kimi ölkə futbolu üçün vacib olan gündəm mövzuları elə futbolda gündəm, Sport Hal TV-də futbolda gündəm verilişində müzakirə edəcəyik. Həmkarım Emin Abbasovla birgə. Emin, xoş gördük. Xoş gördük Azər. Sportal A saytının təsisçisi Emin Abbasovla ənənəvi söhbətlərimiz davam edir. Sportal TV-ni izləyin və bu gün ölkə futbolunun gündəmində vacib, düşünürük ki, maraqlı hadisələr var. Onları bir-bir müzakirə eləyəcəyik. Emin, Fransa ilə oyunla başlayaq. Böyük əsərətin gözləmədiyi start və sonrakı gedişat isə nisbətən gözlənilən idi. Millimiz biraz bizi həyəcanlandırdı deyə bilərik. Əslində İslandiya ilə oyundan sonra həqiqətən də gözlənilməz bir Fransa maçındakı o start oldu. Çünki İslandiyaya qarşı daha çox dərin müdafiədə oturaraq, daha çox ilk dəqiqələrdə passiv görünərək, ikinci hissədə nisbətən irəli keçərək bir nəsə göstərə bilmişdisə millimiz, Fransa ilə oyunda yəqin çoxları bir ehtiyatlı başlanğıc gözləyirdilər, amma biz nə gözləyirdik, millimiz nə göstərdi? İnanılmaz bir istəklə, inanılmaz bir sözün yaxşı mənasında aqressiya ilə oyuna başladılar və elə start fitindən sonra daim hücumlara çıxmaq üçün bir istək gördük millimizdə, pressingləri çox yaxşı elədik. Yəni milli komandanın mənə görə ən təəccübləndirici cəhəti pressinglər oldu. Xüsusən irəli xəttdə Rinat Dadaşov, Xəyal Əliyev olduqca şiddətli pressinglərə girirdilər və biraz qəribə səslənsə də bir neçə dəfə Fransadan pressing hesabına topu da ala bildik. Hətta gol da vurduq, gol da əla bir kombinasiyadan sonra gerçəkləşdi. Amma o yuxu kimi başlayan bir maç var idisə, sonrakı dəqiqələr yuxudan ayılmağımıza səbəb oldu. Çünki dəqiqələr keçdikcə Fransa yığması çox rahatlıqla artıq qollara vurmağa başladı. 3 qol vurdular, elə sayılmayan 2 qol var idi. İkinci hissədə demək olar ki, oyunun müqəddəratını həll etmiş şəkildə daha rahat davranaraq 3 xallarını qazandılar. Amma bu seçmə mərhələ başa çatdı və bizim üçün müəyyən suallar həm də ortaya qoydu. Ümumən danışılası bəzi məsələlər də var. Təbii ki, narazı qaldığımız nüanslar odur ki, son illər milli komandamızda məğlubiyyətlər həddən artıq çoxdur. Qələbə üzünə həsrət qalmış. Ümumiyyətlə son dəfə Azərbaycan millisi nə vaxt qələbə qazanıb, indi onu xatırlamaqda belə rəsmi oyunlardan söhbət gedir. Adam çətinlik çəkir. Amma bir pozitiv məqam var. Bəlkə elə birinci ondan danışsaq daha yaxşı olar. Dağıntılar arasında bir neçə çiçək göz oxşadı. Bu bizim bəzi gənc futbolçularımızdır, xüsusilə Xəyal Əliyev. Yəni bu futbolçu əslində Santuşun vaxtında milli komandaya dəvət almışdı. Bir neçə yoldaşlıq maçında meydana çıxmışdı, amma rəsmi oyunlarında millinin debütü gerçəkləşdi Ayxan Abbasovun dövründə. Həm İslandiya ilə oyunda start heyətdə meydana çıxmışdı, həm Fransa ilə oyunda ilk 11-likdə ayaq bastı meydançaya və yaxşı tərəfdən özünü göstərə bildi. Xəyal Əliyevin həm kreativliyi, o topla davranmaq bacarığı, həm pressing eləmək gücü, həm hərəkətliyi, ümumiyyətlə baxırsan bu futbolçuda bir çox keyfiyyətlər var. 21 yaşlı oyunçudur, həm U21 millimizin üzvüdür. Amma Ayxan Abbasov maçdan sonraki mətbuat konfransında dedi ki, biz Xəyal Əliyevi artıq əsas millinin üzvü kimi görməliyik. O təsdiqlədi ki, burada oynamağa layiqdir. Böyük ehtimalla növbəti Millətlər Liqasında da biz artıq Xəyalı əsas milli komandamızın aparıcı oyunçularından biri kimi qəbul edib görəcək. Çünki həqiqətən yaxşı keyfiyyətləri var. Bacarıqlı futbolçudur, həm hərəkətliliyi, həm dediyim kimi kreativliyi. Hətta Fransa ilə oyunda bir məqam oldu, 5-6 futbolçunu aldadaraq hansı texnikaya malik olduğunu bir də fransızlara göstərdi. Müəyyən çatışmayan cəhətləri var. Mənə elə gəlir ki, ən onun o göz deşən çatışmazlığı biraz yanlış qərarlar verməyidir. Bəzən top özündə lazım olandan çox saxlamağıdır. Bu da təcrübə ilə gələcək. Asta-asta oynaya-oynaya yəqin ki, məşqçilərin o göstərişini düzgün yetirə-yetirə biraz daha düzgün futbol oynamağı öyrənəcək. Xəyalla bağlı biraz açığı adamı qayğılandıran məsələ də var. Biz Xəyalı bugün millidə tanımamışıq. Xəyal Əliyev artıq bir neçə ildir ki, Sabahda xüsusən Avrokubok maçlarında
bizim gözümüzə xoş gələn bir futbol sərgiləməklə diqqətimizi çəkib. Amma son zamanlar xüsusən bu legioner limiti aradan qalxandan sonra görürük ki, xəyal daha çox ehtiyatda oturur, biraz az şans qazanır. Çünki sabahın özündə Mikels kimi, Sekicika kimi, Paris kimi o cinah vingerlərin mövqeyində yaxşı futbolçular var. Onlarla rəqabət aparmalıdır. Buna baxmayaraq adam öz üzərində çalışsa, hər bir futbolçuyla rəqabət aparmaq gücündədir. Ayxan Abbasovla milliyə yeni gənclər dalğası da gəlib. İndi bəziləri yenə deyirəm, ola bilər Ayxan Abbasova qədər çağırılıb, amma Ayxan Abbasovun dövründəki qədər ön rollarda yer almayıb. Biri Rüfət Abbasovdur. Ümumiyyətlə dəvəti də yeni alıb. O da İslandiyanın oyunda start etdiyində meydana çıxmışdı. Sona qədər də yer aldı meydanda. Başlanğıcda biraz yaxşı görünmürdü, amma sonradan hardasa o oyunun havasına uyğunlaşıb yaxşı tərəfdən göstərə bildi özünü. Biz təbii ki, Abdullah Xaybullayevi qeyd eləməliyik. Ayxan Abbasovun gəlişindən sonra ilk 11-liyin dəyişməz üzvünə çevrilib. Düzdür, onun iki keyfiyyəti çox müzakirə olunur. Bir tərəfdən hamı onun yaxşı dağıdıcılıq qabiliyyətinə malik olduğunu, işgüzarlığını vurğulayırlar, amma digər tərəfdən bir də topla oynayıb yaradıcılıq keyfiyyətlərinin o qədər yüksək olmaması barədə də danışılır. Amma hər halda Ayxan Abbasovun sistemində bir gənc, döyüşkən, çox hərəkət edən belə bir orta sahə oyunçusuna ehtiyac var və ondan yararlanmağı üstün tutur. Üstəgəl, məsələn, Mustafa Əhmədzadə artıq milli komandada o da şans qazanır. Fransa ilə oyunda meydana çıxdı və nəzərə almaq lazımdır ki, Mustafa gənc olmasına rəğmən artıq Araz Naxçıvanda legionerlərlə bir rəqabət aparıb start heyətində yer ala bilib. Yəni, baxın, mən 4 futbolçunun adını çəkdim, amma digər gənc və ya deyək, o qədər də yaşlı olmayan futbolçular var ki, nə qədər biz desək də ki, vəziyyət o qədər yaxşı deyil, nə qədər ümidsiz baxsaq da gələcəyə, amma hər halda bir yaxşı məşqçi işi ilə, futbolçuların öz üzərində çalışması ilə, inkişafı ilə gələcəkdə döyüşkən yığma komanda yaratmaq mümkündür. Amma bütün bunlar təbii ki, planlı şəkildə həyata keçirilməlidir, strategiya olmalıdır, durub tək ona ümid bağlamalı deyilik ki, futbolçular üzərində çalışacaqlar. Azərbaycan futbolunda ümumi inkişaf getməlidir və bax, Azərbaycanlı məşqçinin əcnəbidən fərqi həm də ondadır ki, İslandiya ilə oyundan sonra Ayxan Abbasova qarşı bir ictimai qınaq var idi ki, Azərbaycan milli komandası çox dərin müdafiəyə çəkilir, Azərbaycan milli komandası sanki meydana heç isə ümidi ilə çıxır, yalnız oyunun müdafiədən ibarət olduğu adama bir elə bir fikirlər yaranır. Ayxan Abbasov düzdür, o bir şuuraltı müdafiə sistemi ilə özünü qorumağa çalışıb, müəyyən nümunələr gətirib ki, bəs Çempionlar Liqasında hətta oynayan komandalara baxın, onlar da müdafiəni möhkəm qurmağa çalışırlar və sər və ilaxır. Aydın məsələdir ki, hamı müdafiəni ilk növbədə düşünməlidir. Amma baxın, ən azı İslandiya ilə oyunla Fransa matçı arasındakı fərqlər nədən ibarət oldu? İslandiya ilə oyunda bizim milli komandamız ilk dəqiqələrdən pressinq eləmirdi. İslandiya ilə oyunda bizim millinin oyunçuları Fransaya qarşı maçdakı kimi rəqibi irəlidə qarşılamırdılar. Ən azı bu fərqlərlə biz gördük ki, milli komandanı Ayxan Abbasov istəsə fərqli şəkildə hazırlaya bilər. Fərqli şəkildə tapşırıqlar qoya bilər. Hər nə qədər Ayxan Abbasov o iradları qəbul eləməsə də, amma belə görünür ki, ən azından özü özlüyündə barışır ki, buna qarşı olan, onun işinə qarşı olan tənqidlərdə bir obyektivlik, əsaslı tənqidlər də var. Və bundan nəticə çıxarmaq lazımdır. Ona görə bax, Fransa ilə oyun müəyyən qədər fərqli təəssüratlar oyatdı. Yadındadır, biz ötən dəfə bu Sportal TV-də futbolda gündəm verilişini çəkərkən sən də demişdin ki, Ukrayna və bəzi digər maçlarda biz ümidli olduq milliyə, amma İslandiya ilə oyunda sanki ümid yaradan bir şey görmədik meydanda. Və indi Fransa ilə oyunda təzədən elə bil ki, bir komandada bir canlanma gördük. Təzədən elə bil ki, o ümidlərimizin bir oyanması oldu. Amma bu yenə elə bir prosesdir ki, bir yerdə dayanmaq olmaz. Aydın məsələdir ki, Ayxan Abbasov nə bir günün içində, nə heç bir ilin içində, nə bəlkə də gələcəkdə də öz müdafiə futbolundan əl çəkib də tam hücum futboluna keçəsi deyil. Amma müdafiə futbolunun adı birdir, müdafiə. Lakin onun o icrası fərqlidir. 4-lü müdafiə var, 5-li müdafiə var.
meydanın mərkəzində rəqibi qarşılayan müdafiə var, dərində oturan müdafiə var. Yəni çox anlayışlar var bu müdafiə ilə bağlı. Ona görə Ayxan Abbasov yəqin ki, o müdafiə futbolu oynayaraq da hücuma daha çox çıxmaq, irəlidə daha düzgün pressing tətbiq etmək, ümumən hücumda daha fəal olmaq kimi bir tapşırıqlar qoyacaq öz futbolçularının qarşısına. Hə, Fransanın oyunda bunu 90 dəqiqə daşımaq çətindir. Bunu hamımız başa düşürük. Çünki baxmayaraq ki, Fransa millisinin heyətində daha çox bəzi az oynayan futbolçulara şans verilmişdi, amma Fransanın az oynayan və ya ehtiyatında qalan, istənilən futbolçu bəlkə Azərbaycan millisinin bütün futbolçularını yığsan, həm dəyərinə görə, həm səviyyəsinə görə qat-qat üstündür və belə komandalara qarşı yalnız sistem hesabına, döyüşkənlik və digər bu cür xüsusiyyətlər hesabına oynamaq mümkündür. Başqa cürə çətindir. Amma elə rəqiblər olacaq ki, və nəzərə almaq lazımdır ki, müasir futbolda artıq əvəz etmə sayı 3 yox 5-dir. Yəni bir qapıçını qoysaq kənara, meydançada olan 10 futbolçunun tən yarısını əvəzləyib yenilərini meydana buraxmaq kimi bir imkanlarına malikdir qaydalarla komandalar və bunu nəzərə alsaq, indi Ayxan Abbasovun da gələcəkdə əlinin altında daha çox formada olan futbolçu olanda rotasiyalar hesabına, dəyişikliklər hesabına biraz gücü daha çox dəqiqələrə daşımaq mümkün olacaq. İndi bizə lazım olan nədir ki, gələn seçmə mərhələləri üçün Aleksey İsayev formaya qayıtsa milli komandaya, meydanın mərkəzində topla belə rəftar edən futbolçuya ehtiyac var. Ola bilər Qarabağda karyerası alınmadı, amma biz onu sabahdan tanıyırıq və bilirik ki, o topla düzgün, yaxşı rəftar eləməyə bacaran və komandaya kömək eləyəsi futbolçudur Aleksey İsayev. Məsələn, Aleksey qayıdar, məsələn, Mahir Əmrəli sağalar, başqa bəlkə kluba keçər ya indi öz klubunda bir başqa formaya çatar. Bilirik ki, milli komandada onun da performansına ehtiyac var. Və bunun kimi Elvin məsələn sonunda yox idi. Qarabağ futbolçuları. Hə, indi Elvin Cəfərquliyevdir. Qarabağın futbolçuları daha optimal formada olarlar. Emin Mahmudov bilirik ki, artıq zədələrdən əziyyət çəkə-çəkə oynayır. O da bəlkə biraz formaya düşər. Yəni əldə olan o gənclər və təcrübəlilər və onların yaxşı formada olduğu bir durumlara gəlsə, bu komanda müəyyən mənada çalışıb, yenə deyirəm, düzgün qurulmuş sistem hesabına bəlkə nəsə eləyə bilər. Ən azından Millətlər Liqası da, bax, biz Millətlər Liqasına iki cür yanaşmalıyıq. Birincisi odur ki, biz D liqasına düşmüşük. Biz hər cür səy göstərib yenidən üst liqaya qayıtmalıyıq. Bu yəqin ki, Ayxan Abbasovun qarşısına qoyulan ilk tapşırıqdır. Digər tərəfdən Millətlər Liqasından sonra növbəti seçmə mərhələ gəlir. Millətlər Liqası həm də növbəti seçmə mərhələ üçün bir hazırlıq planı olaraq baxılmalıdır. Orada artıq milli heyətin də oyun disiplinini də, oyun sistemini də oturtmalıdır ki, növbəti seçmə mərhələdə daha yaxşı biz bir milli komandanı görək. Mövzularımız bayaq anons etdiyim mövzularda danışacağıq. Sən danışa bir sual yarandı məndə. Sanki biz uzun illərdir bir istək var idi, yerli məşqçi məsələsi, əcnəbi məşqçidən imtina olunsun yönündə və sanki məndə belə bir təəssürat var. Yerli məşqçinin təyinatı biraz da şanssızlıqdan pis dönəmə düşdü. Yəni ağır rəqiblər, çətin qrup, məsələn Millətlər Liqası ərəfəsi olsaydı və yaxud da biraz daha belə pozitiv dönəm olsaydı, Ayxan Abbasov və yaxud da yerli məşqçi amili özünü daha yaxşı göstərə bilərdimi? Bizim həmkarımız Pərviz Musayevlə bir verilişimiz var idi. Daha doğrusu verilişin Rüstəm Əfsərli ilə də, amma bir dəfə Pərviz aparıcı kimi iştirak eləyirdi və Azərbaycan Premyer Liqasında həmin mövsüm 8 komanda vardı. Hamısında da yerli məşqçilər çalışırdı. Və əksəriyyətdə cavan mütəxəssislər idi. Onda Pərviz belə bir fikir işlətdi ki, məşqçilər var, şərait yoxdur. Mən dedim ki, şərait olsaydı bu məşqçilər olmayacaqdı. Yəqin ki, çoxu əcnəbilər olacaqdı. İndi sənin sözünə qüvvət olaraq istəyirəm əlavə bir şey eləyim. Yəni hər şey yaxşı olsaydı mən inanmıram ki, Azərbaycanlı məşqçi ora təyinat alardı. Elə Ayxan Abbasovun ora təyinatını şərtləndirən, hardasa ona şans üzünə ona görə güldü ki, hər şey pis idi. Bəli, milli komandadan böyük təzminat qarşılığında bir məşqçi getdi, əcnəbi. Yerinə belə bir məqamda yeni əcnəbi gətirmək ictimai qınağa səbəb olacaqdı. Yəni şərtlər ora qədər gəlib gətirdi ki, Ayxan Abbasov kimi yerli məşqçi milli komandaya baş məşqçi təyin olundu. Bu uzaq görən bir futbol siyasəti deyildi. Bu bir Azərbaycanlı məşqçi düşünülərək atılmış addım deyildi. Sadəcə yenə deyirəm, bu durumun şərtləndirdiyi amillər idi və
əgər bir yerli və ya xüsusən Ayxan Abbasov kimi o qədər də böyük karyerası olmayan mütəxəssis yığma komandamızda çalışmaq istəyirsə, belə çətinliklərdən keçməlidir. Başqa şansı yoxdur. Mən səninlə razıyam ki, çox çətin durumda gəldi Ayxan Abbasov milliyə. Futbolçuların da böyük əksəriyyəti ya zədəlidir, ya aparıcı futbolçuların bəziləri görürük əvvəlki formasında deyil. Mən məsələn Debiazinin yeni gəldiyi vaxtları xatırlayıram. Az qala hər mövqedə 1-2 yaxşı futbolçu var idi və əksəriyyəti formada idi. Onda bəlkə nəsə bir şey eləmək olardı. Hətta yaxşı millidir falan da. Bəli. Elə söhbət var ki, tariximizin bəlkə ən yaxşı millisi budur. Amma oradan da nəsə çıxmadı. Bu baxımdan mən səninlə razıyam ki, Ayxan Abbasov biraz çətin dövrdə milli komandanın başına keçib, amma dediyim kimi, yəni bu gün şərtlər budur. O şərtlərə cavab vermək lazımdır və həyatda asan nə var ki? Yəni nə asan əmələ gəlir ki, istəyir hər birimizin iş həyatında, istəyir baxırıq hər bir məşqçinin karyerasında, istəyir hər bir futbolçunun keçdiyi yolda, hətta hansısa futbolçu, məsələn Ronaldo haqqında danışırlar ki, bu gün nə bilim Instagramda ən çox izlənilənlərdir, dünyada ən çox pul qazanan futbolçulardan, ümumiyyətlə idmançılardan biridir, bu qədər populyardır, bu belədir, bu elədir və yəqin ki, sən də Ronaldo'nun müsahibələrini dəfələrlə izləmişəm. Adam gündə nə bilim 4-5 saat məşq eləyir və çox gözəl bir fikir vardı ki, siz elə bilirsiniz mənə xoşdur gündə gəlim bir neçə saat məşq eləyim. Ağırdır, çətindir, amma başa düşürəm ki, bu yerlərə çatmaq üçün bu çətinlikləri də görmək lazımdır. Yəni hətta bizim gözümüzə rahat görünən uğurun arxasında belə 90% ki bir əziyyət dayanır. Və ona görə Ayxan Abbasov da ya bunu çətin durumlara adlayıb komandanı yaxşı yerlərə çıxarmalıdır, ya alınmasa da reallıqla barışmalıdır. Başqa şansı yoxdur. Ölkə futbolu üçün başqa bir reallıq limit məsələsidir. Oyundan sonra Şəhruddinin də bununla bağlı bir açıqlaması var idi. Kifayət qədər müzakirə olundu. Necə ki limit özü həmişə limit tərəfdarları iki hissəyə bölünür, tərəfdarları və əleyhinə olanlar. Eləcə də Şəhruddini müdafiə edənlər və ona qarşı çıxanlar var idi. Qarşı çıxanların daha çox fikirləri bu yöndə idi ki, Şəhruddin limit olmadığı vaxtda, yəni forma qazandığı vaxtda nə edib, fayda verməyib və yaxud da onun timsalında digər futbolçular. Limitlə bağlı Sport TV-də yayımlarımızda yeni başlasaq da fikirlərin olub, Emin, və burdan yola çıxaraq təkrar bir də istəyirəm ki, bu həm Şəhruddin fikirlərinə, həm də limit məsələsinə bir münasibət alın. Ümumiyyətlə limit elə bir mövzudur ki, burada hər iki tərəf kifayət qədər arqumentlər gətirə bilər və hər iki tərəfin gətirdiyi arqumentlərdə də kifayət qədər məntiqli səbəblər ola bilər. Bəlkə də sonsuz bir mübahisə kimi bir şeydir. Yəni burada həqiqəti tapmaq çətindir. Belə deyərsən, əsaslandıra bilərsən, elə deyərsən, əsaslandıra bilərsən. Sadəcə bir neçə fakta toxunaq. Bax, bu günə kimi legionerlərə limit tətbiq olunub Azərbaycan Premyer Liqasında. Start heyətində yalnız 7 legioner çıxa bilib. 4 yerli futbolçu məcburi şərtlər altında oynaya bilib. Doğrudurmu? Və keçən Azərbaycan millisi Millətlər Liqasında, D liqasına düşəndə legioner limiti hələ aradan qaldırılmamışdı. Azərbaycan Premyer Liqasında futbolçular 7+4 formatında oynayırlar. Lakin o şərtlərə rəğmən bizim millimiz D liqasına düşdü. Doğrudurmu? Və belə götürəndə bir 14-15 ildir ki limit tətbiq olunur, amma ortalıqda heç bir ciddi nəticələr yoxdur. Yəni durub desək ki, biz limit tətbiq eləyirdik, Azərbaycan milli komandası yaxşı çıxış eləyirdi. İndi o limit aradan qalxıb o qədər də uğurlu nəticələr yoxdur. Bu da yalan olar. Çünki yuxarı aşağı elə eyni vəziyyətlər idi illər boyu. Ona görə biraz mənim bu məsələyə biraz fərqli baxışlarım var. Düzdür, Şahruddin Məhəmmədəliyev əslində yalan demir. Onun deməyində də həqiqət var. Düzdür, çox skeptik yanaşsa da, desə də ki, tunelin axırında işıq görünmür, millidə nəticələr daha da pisləşəcək, daha pis durumlarla üzləşəcək. Amma mən əks arqument də gətirə bilərəm. Məsələn, Elvin Cəfərquliyev. Bugün adam Qarabağda legionerlərlə, çox bahalı futbolçularla Azərbaycan çapında götürsək, mübarizə aparır və start heyətinin yerini qoruyur. Əcnəbi klublar da onu diqqət mərkəzində saxlayırlar. Bir Azərbaycanlı futbolçu olaraq oynayır. Doğrudurmu? Əlbəttə. Bəhlul Mustafazadə, Sami Maya kimi futbolçu gəlib, Qurban Qurbanov hələ də Bəhluldan vaz keçmir. Çünki görür ki, bu adam
etibarlı oynayır və bu gün Çempionlar Liqasında bizim 2 yerli oyunçumuz Qarabağın start heyətində davamlı yer alırlar. Toral Bayramov müxtəlif mövqelərdə oynamağını nəzərə alsaq, dəqiqə etibarilə o da Qarabağın heyətində bəlkə bəzi oyunlarda sonradan meydana daxil olur, amma o da Çempionlar Liqasında dəqiqə etibarilə az oynamır. Yəni oynaya bilir. Sadəcə bəlkə bəxtsizliyi və şanslılığı ondadır ki, Elvin Cəfərquliyev kimi bir futbolçu ilə eyni mövqeyi paylaşır. Amma ümumən götürəndə o da Qarabağdakı legionerlərlə başa-baş mübarizə aparmaq çapında olan bir oyunçularımızdandır. Milli komandaya dəvət alan Mustafa Əhmədzadə. Bu gün Mustafa Əhmədzadə legionerləri yuxarı səviyyədə olan Araz Naxçıvanda start heyətində oynamaqdadır. Düzdür, mövsümün əvvəlində ehtiyatda qaldı, amma indi görürük ki, adam yenidən qayıdıb start heyətində öz yerini artıq möhkəmlədib və oynayır. Və bu kimi biz bir çox misallar gətirə bilərik ki, bəli, bəzi futbolçular oynayırlar, bəzi futbolçular oynamırlar. Qarabağda bu baxımdan biraz vəziyyət niyə yaxşıdır? Qurban Qurbanov həm də rotasiya eləyir. Çünki bunu bilirsən də Mareskada danışmışdı. Biz ötən verilişlərdə dedik ki, Wayne Rooney Mareska'nı ittiham edir ki, çox tez-tez rotasiyalara gedir, xalal itirir. Mareska isə deyir Chelsea-nin baş məşqçisi. Biz deyir mövsüm ərzində bir futbolçu 60-65 oyuna çıxırsa mütləq şəkildə rotasiyalara getməli. Və Qurban Qurbanov da başa düşür ki, onun komandası mövsüm boyu Avrokuboklarda oynayır, bu başqa sürətlərdir, başqa təzyiqlərdir, üstəgəl çempionat oyunları, üstəgəl ölkə kubok oyunları, üstəgəl milli oyunları futbolçuların zədələnmə ehtimalı böyüdür. Ona görə rotasiya ilə hamını idarə edir, hamıya oynamaq dəqiqəsi verir və ümumən götürəndə indi Qarabağda Şahrüddin özü Premyer Liqa maçlarında iştirak eləyir. Ən azından Nərimandır, Musa sağalsa Musadır və digər yerlilər Premyer Liqada oynamaq şansı qazanırlar. Məsələn, Qismət Aliyev mənə görə kifayət qədər yaxşı oynadı, Fransa ilə üzərinə düşəni azdan çoxdan eləməyə çalışırdı. Bu gün Zirənin kapitanıdır. Zirənin neçə illərdir ki, dəyişməz üzvüdür. Və belə görünür ki, start heyətində öz yerində heç kimə vermək fikrində deyil. İsmail İbrahimli zədəlidir. Məsələn, sağlam olsa o da Zirədə oynayacaq. Yəni bu gün hətta bu şərtlər altında baxırsan ki, bəzi futbolçular oynayırlar, yerini qoruyurlar. Hə, burada suallar çıxır ki, məsələn, elə futbolçular var ki, biraz iddialı komandalarda da oynamırlar. Bunu daha çox Ayxan Abbasov Turan Tovuz haqqında danışarkən deyir ki, orada 3-4 milli səviyyəsində futbolçu var. Oynamırlar, oyun praktikası qazanmırlar, qazansaydılar çağırardım. Burada da seçim futbolçunundur. Müqavilə bağlayanda bahaya bağlama, biraz daha az pula razılaş, amma elə kluba get ki, davamlı oynayasan. Burada ikili biraz yanaşma var da. Bizim bəzi aparıcı futbolçularımız nə pulundan keçmək istəyir, nə də gedib, məsələn, aşağı yerlərdə gedən komandalarda oynamaqda maraqlıdır. Bax, Ayxan Abbasov özü həm də bilir Şamaxı klubunun baş məşqçisidir. Bugün mən əminəm ki, milli komandanın bəzi üzvləri var, hansılar ki, öz komandalarında davamlı şans qazanmırlar. Ayxan Abbasov məmnuniyyətlə onları Şamaxıya gətirərək start heyətində yer almaları şərait yaradar. Doğrudurmu? Mən özü də deyib bu var. Amma o futbolçular gəlib Şamaxının təklif elədiyi öz belə deyək, hesab kitablarına görə qəpik quruş qiyməti oynayası deyirlər. Məsələni hər cür qoymaq olar. Mən də bu cür deyirəm ki, onda o futbolçu oynamaq istəyirlərsə, elə futbolçu var ki, məsələn deyə Sabahda heyətə düşməz, Neftçidə heyətə düşməz, Şamaxıda, nə bilim Kəpəzdə və ya aşağı büdcəli digər klubda kral kimi oynayar. Yəni 90 dəqiqə meydanda olar. Hə, o da onu istəməyəcək. Ona görə biraz belə qarışıq durumdur. Burada bir-birini ittiham eləməkdə də bir məncə çıxış yolu yoxdur. Çünki bax Ayxan Abbasov düzdür. İndi bax yerli bax məşqçi ilə əcnəbi məşqçinin fərqi də həm də ondadır. Bax gör nədədir? Legioner limiti aradan qaldırılanda Santuşun səsi gəlmirdi. Normalda buna birinci etiraz etməli adam Santuş idi. Milli komandanın baş məşqçisi idi. O deməli idi ki, qardaşlar, siz mənim qarşımda belə bir tələb qoymusunuz ki, yaxşı milli komanda qurum, nə bilim, seçmə mərhələlərdə uğurlu çıxış eləyim. Amma legioner limiti aradan qalxandan sonra bəzi futbolçular artıq oyun praktikasına əziyyət çəkəcəklər, heyətə düşə bilməyəcəklər. Bunun birbaşa təsiri də milli komandaya olacaq. Amma Santuşun səsi çıxmırdı. Santuş heç nə olmamış kimi davranırdı. Sanki adama demişdilər ki, çəkildir quraqda. O da sakit idi, rahat idi. Sual veriləndə deyirdi, baxaraq, zaman göstərər və s. və elaq. Ayxan Abbasov gəlib, baxın,
mərhələ bitən kimi artıq o da bu müzakirələrə qoşulub və deyir ki, legioner limitin aradan qaldırılması milliyə zərər vuracaq. Və mən niyə Ayxan Abbasovun bu fikirlərinə sayğı ilə yanaşıram, onu da əlavə eləyim. Çünki yadındadsa mövsümün əvvəlində, bu müzakirələr gedəndə bəzi məşqçilərimizdən bununla bağlı fikir öyrənmişdilər. Və demək olar ki, yerli məşqçilərin böyük əksəriyyəti legioner limitinə qarşı çıxmışdılar. Yalnız mən əks fikirdə görmüşdüm Samir Abbasovu, o legioner limitin aradan qalxmasına normal yanaşmışdı və Rəşad Sadıqov da deyəsən belə deyək də %100 hansısa bir fikrə tərəf dayanmamışdı. Bir də əgər səhv eləmirəmsə hansısa məşqçi demiş ki, nə cür qərar versələr biz də ondan qəbullanacaq. Amma ümumən götürəndə başda Ayxan Abbasov olmaqla bir neçə mütəxəssis buna qarşı çıxmışdı və demişdilər ki, hələ o zamanki bu ümumən milli komandamızın çıxışında öz təsirini, mənfi təsirini göstərəcək. Ona görə bax, yerli məşqçi olanda həm də Azərbaycan futbolunu düşünür. Əcnəbi məşqçi oldu, onun vecinə deyil, öz cibini düşünür. Alınmadı, Santuş nə itirdi ki? Bu qoca yaşında o milyonları cibinə qoydu, çıxdı, getdi. Sonra da xəbərlər yağdı ki, Portuqaliyada yeni biznes açıb, pulunu qazanır. Çox da ona indi maraqlıdır ki, Azərbaycan millisinin bundan sonraki aqibəti nə olacaq, Azərbaycanlı futbolçular oynayacaq, oynamayacaq. Amma yenə də bir şey vurğulamaq lazımdır ki, Ayxan Abbasov da milli komandanın başına keçəndə şərtləri bilirdi. Başa düşürdü ki, bu legioner limiti aradan qaldırılıbsa, o gələndən sonra bu qərarı dəyişməyəcəklər və mən inanmıram ki, bir ildən sonra, yəni cəmi bir il çəkər bu qərar, çünki o da biraz qeyri-peşkarlıq olar. Bəzi klublar məhz bu legioner limitini düşünüb 3 illik müqavilələr bağlayıblar. Ən azından bunu yenə deyirəm, 1 il qabaqdan, bəlkə 2 il qabaqdan demək lazımdır ki, filan mövsümdə biz bu cür formatı keçirdik. Mən bildiyim qədərilə icra komitəsində bu məsələ qalxanda Qurban Qurbanov demişdi ki, gəlin tələsməyək legioner limitini aradan qaldırmağa. Gəlin 800-3 eləyək. Bir mövsüm belə getsin, sonra müzakirə eləyib baxarıq ki, bu nə qədər effektivdir ya deyil. Zaman göstərdi ki, indi Qurban Qurbanov bəlkə daha optimal variantı təklif eləyirdi. Amma eşitmədilər, qulaq asmadılar. Dediyim kimi, burada belə də deyə bilərsən, elə deyə bilərsən. Hər halda belə davam eləyirik. Hələ ki, bax bu şərtlərlə getməliyik. Qurban Qurbanov demişkən, bu gün mətbuatda, bu günlərdə belə bir xəbər yayıldı. İdman Xəbər AZ saytında bu xəbəri gördük. Qurban Qurbanov Ülvi Babayev və onun yaxınları ilə əlaqə saxlamaq istəyib, onun transferi ilə bağlı danışıq aparmaq istəyib, amma bu mümkün olmayıb. Onlardan yox cavabı alıb. Elə yeri gəlmişkən Ülvi Babayevin də bu günlərdə bir müsahibəsi yayıldı. O Rusiya millisini sevdiyini, orada oynamaq istədiyini və bu yöndə bir açıqlamalar vermişdi. Bu məsələ ilə bağlı fikirlərim maraqlıdır. Bəli, mən də o xəbəri gördüm, oxudum, maraqlı gəldi. Ola bilər ki, Qurban Qurbanov onunla bu Dinamoya qarşı vurduğu qollardan, ümumiyyətlə milli komandada son zamanlardakı performansına soru yox, daha əvvəl də maraqlanıb. Çünki bilirik Qarabağın skautları mövsüm boyu axtarışdadılar və xüsusən istedadlı bir Azərbaycanlı futbolçu varsa, yəqin ki, onu Qarabağa gətirib Elvin kimi, Toral kimi və ya digər yerli futbolçular kimi gəlişdirmək istəyiblər. Burada məsələn məsələ biraz elədir ki, indi mən bizim cəmaatı, xalqı da başa düşürəm. Hardasa bir Azərbaycanlı uğurludursa, biz ondan gözləyirik ki, o gəlib bizim milli komandamızda çıxış eləsin. Çünki kökləri bizə bağlıdır, bizim həm yerlimizdir, Azərbaycanlımızdır. Amma burada da Ülvi Babayevin bir açıqlaması var ki, mən atamın Azərbaycanda doğulmasına hörmətlə yanaşıram, amma mən Rusiyada doğulub böyümüşəm və Rusiya millisi ilə görürəm öz gələcəyimi. Bu biraz bizi pərişan eləyir. Amma bilirsiniz necədir? Bəzən bu məsələlərə də biraz normal yanaşmaq lazımdır, qəbullanmaq lazımdır. Niyə? Məsələn, bizim milli qəhrəmanlarımız var da. Biri Yuri Kovalyov. Bakı rusudur, amma bizim milli qəhrəmandır. Azərbaycanı çox sevib və vətən özünə buranı bilib, döyüşüb, yaxşı bir döyüşçü olub, dünyasını dəyişib bizim milli qəhrəmandır. Məsələn, Albert Agaronov. Yəni onu çox adam tanıyıb, bilirik ki, Şuşaya girən ilk tankı vurub, ümumiyyətlə çox rəşadətlə döyüşüb, tankçı olub. Bakı yəhudisidir, amma Azərbaycanın milli qəhrəmanıdır. Yəni o da Azərbaycanı vətəni kimi sevib və vətəni uğrunda döyüşlərə qatılıb şəhid olub. İndi bir anlıq da təsəvvür eləyin ki,
Rusiyada doğulub, böyüyüb, başa çatan Azərbaycanlı Rusiyanı özünə vətən bilir. Hə, buna təbii ki, sevinə bilməliyik, amma çox da üzülmək lazım deyil. Çünki həyatda belə hallar da baş verir. Necə ki, bir Rus Bakıda doğulub, vətən özünə Azərbaycan bilir. Necə ki, bir Yəhudi Bakıda doğulub, Azərbaycanı özünə bir vətən bilib və hər ikisi bizim torpaqlar uğrunda döyüşərək dünyalarını dəyişiblər. Eynən də bir Azərbaycanlı Rusiyada doğulub, böyüyüb, başa çatıb və oranı özünə vətən bilir. Ona görə bu məsələ mənə elə gəlir ki, aktuallığını itirməlidir. Sadəcə kənardan baxaq, ən azından həmyerlimiz olduğuna görə izləyək və indi kim istəyir uğurlarına sevinsin, kim istəyir sevinməsin, amma bu məsələnin üzərində davamlı dayanmalı deyilik. Əvvəlki illərdə yanındasa Aleksandr Səmədovla bağlı belə məsələlər çox gündəmə gəlirdi. Amma sonra bir dəfə mənə YouTube platformaların birində Aleksandr Səmədovla bağlı müəyyən bir çıxışlara rast gəldim. Adamdan soruşurlar ki, ümumiyyətlə siz hansı belə deyək dindən-siz? Adam cavab verir ki, bəs mən atam müsəlmandır, anam xristiandır, amma mən deyir yoldaşımla tanış olandan sonra o xristianlığın hansısa bir qolu ilə gedib, adam hələ öz hansı dini mənsubiyyətini belə tam da müəyyənləşdirə bilməmiş adamdır. Rusiyada doğulub, boya başa çatıb, anasının müəyyən təsiri olub ki, biz Rusluq falan beşməkan. O adam heç cür bizi özününki kimi qəbul edə bilmədi. Heç cür o Rusiya millisinə imtina eləyib, gəlib Azərbaycan millisinə çıxış eləyə bilmədi. Burada bir neçə faktor var. Bir, təbii ki, indi nə qədər də Rusiya müharibə şəraitində olsa, bu məsələ də hardasa öz həllini tapacaq. Rusiya istəyir klubları olaraq, istəyir millisi olaraq o beynəlxalq arenalara qayıdacaq və o öz perspektivini Rusiya millisində, Rusiya futbolunda daha böyük görür Ülvi Babayev. Və indi ola bilər atası hər nə qədər onunla bu barədə danışsa da ki, Azərbaycanlıyıq, bizim belə deyək, tarixi vətənimiz Azərbaycandır, amma hər şeyi götür-qoy eləyirlər. Ona görə mənə elə gəlir ki, bu məsələ o qədər də aktuallığını qorumalı deyil. Qarabağa gəlməməyinə gəlincə, indi bəli, Qarabağ bizim üçün bir qəhrəman klubdur, Qarabağ bizim qürur yerimizdir, fəxarət hissimizdir, amma Rusiya klubları ilə müqayisəyə götürəndə dediyim kimi sabah biraz şərtlər dəyişsə, bəlkə də Zenitin heyətində nə vaxtsa Ülvi Babayev Çempionlar Liqasında oynayacaq, bəlkə daha çox daha uzağa gedə biləcək, bəlkə Rusiya millisində böyük karyera quracaq, hər şeyi hesab kitab edirlər. Bu günlərdə milli oyunları ilə əlamətdar olan bu günlərdə yerli futbolçularımızdan danışırıq və onlarla bağlı bir xeyli narahatlıqlar var, ayrı-ayrı adlarla bağlı. Onlardan biri də yerli futbolçularımızdan biri də Yusif İmanov idi. Kosovodan Kəpəzə qayıtdı. Yusif İmanovla bağlı durum olduqca qəribədir. Hətta qayıdaq bir neçə ay əvvələ. Yusif İmanov Sabahdan biraz səsküylü, qalmaqallı şəkildə ayrıldı. Onun vəkili Elcan Həsənli elə bir məsələ qaldırdı ki, Yusif İmanov bir tərəfli qaydada müqaviləni poza bilər ki, pozdu da və son durum olaraq belə alındı ki, Sabah ondan 53 min manat kompensasiya tələb eləyir. Eyni anda da Yusif İmanov da klubdan 53 min manat kompensasiya tələbi qaldırıb klubun qarşısında. Çünki bu onun bir illik maaşıdır bildiyim qədərilə. İndi hələ ki bu məsələ öz hüquqi həllini gözləyir, amma buna baxmayaraq o istənilən klubla müqavilə bağlaya bilər. Sonradan FIFA-nın qərarı çıxanda artıq kim ödəniş eləyəcək bu məsələlərə qayıdacaqlar. O Kosovaya getdi Malışevə, orada karyerası alınmadı. İndi səbəblərini bilmirəm açıq. İndi deyənlər var ki, orada ona boyun olduqları pul ala bilməyib müqavilə üzrə. Başqa bir versiyalar var ki, Kosovo çempionatının səviyyəsi heç o qədər yüksək deyil. Baxıb fikirləşib ki, burada artıra bilməyəcəm. Bəlkə qayıdıb Azərbaycanda, ABO-da aşağı yerlərdə gedən klubda oynayıb da yenidən milliyə dəvət ala bilər. Amma səbəbləri bilmirəm nədir. İndi Kəpəzə qayıdıb və baxın, əslində Yusif İmanovun bəlkə də yenə deyirəm Sabahla ayrılmağı o qədər də o korrekt formada olmadı, amma məntiq olaraq anlaşılan idi. Çünki bu adam davamlı oynamaq istəyirdi, amma onu heç təlim məşq toplanışına aparmamışdılar. Belə hiss olunur ki, Dambrauskusun planlarına daxil deyildi. O da oynamaq üçün belə bir fürsətdən yararlanıb Sabahı tərk elədi. İndi gəlib Kəpəzdə oynamaq istəyir. Kəpəzə hava su kimi bir yaxşı qapıcı lazım idi. Çünki
onların o əcnəbi qapıçısı Kasper Roşer çox aşağı səviyyəlidir. Yerli qapıçıları Məmməd Hüseynov biz İmişlinin oyunda gördük. Onun da o səviyyəsi o qədər yüksək deyil və bu gün Kəpəzin o itirilən xallarında həm də qapıçı səhvləri çox ciddi rol oynayıb. Burada bu gün həm Yusif Kəpəzə çox lazımdır, həm də Kəpəzə Yusif çox lazımdır. Burada bir-birindən sözün yaxşı mənasında yararlana bilərlər. Yusif İmanova biz karyerasında uğurlar arzulaya bilərik. Azərbaycanlı qapıçımızdır və xüsusən görürük ki, Şahrüddin Məhəmmədəliyevin cəzalı duruma düşməsindən sonra böyük sıxıntılara girdi milli. Aydın Bayramov davamlı oynamır Zirədə. Rıza Cəfərov Neftçidə davamlı oynamır. Səlahiyyət artıq yaşlanıb. Bəlkə də ona şans vermək olardı. Yəni oynayan qapıçımız belə azdır. İndi Şahrüddin də zədələndi. Bilinmir indi artıq o da yaşlanır. Növbəti seçmə mərhələlərdə Millətlər Liqasında hansı durumlarda olar. Yusif İmanov bu baxımdan cavandır. Hardasa davamlı oynasa, eləsə yenidən milli komandanın qapıçısına çevrilə bilər. Ümid eləyək ki, Rıza Cəfərovla bağlı məsələlər artıq hardasa öz həllini tapar. Rıza da ya Neftçidə oynayar, ya Neftçi onu başqa kluba icarəyə verər. Rıza da davamlı hardasa çıxış eləməyə başlar. Yeri gəlmişkən Rıza ilə bağlı xəbərlər gəlib ki, Qəbələyə gedəcək qışda. Və bax, mən dediyim məsələyə qayıtdıq. Hansısa iddialı klubda oynaya bilmirlər, gəlsinlər məsələn biri Kəpəzə, biri Qəbələyə, biri Şamaxıya, biri İmişliyə, Karvana. Bu tip klublarda davamlı oynasınlar və yaxşı formaya düşüb yenidən milli komandada sabit çıxış eləyə bilərlər. Və belə görünür ki, Ayxan Abbasov tək futbolçunun hansı klubda oynamağına yox, onun keyfiyyətlərinə baxır. Məsələn, bu gün həmin o Abdullah Xaybullayev davamlı oynamır. Daha çox ehtiyat oyunçular skamyasında əyləşir Sabahda. Amma buna baxmayaraq start heyətdə ona yer verir milli komandada. Bu gün Abbas Qarabağda oynamır, amma Ayxan Abbasov ona güvənir. Bu gün Xəyal heç də Sabahın start heyət oyunçusu deyil, amma yenə də ona güvənir. Yəni bu oyunçular mütləq ki, Şamaxıda oynasalar, dəqiq olaraq milliyə dəvət alacaqlar. Ona görə bu da bizim futbolçularımızın üzərinə düşən məsuliyyətdir və hardasa mən deyərdim Yusif İmanov nümunəsi öz müsbət təsirini göstərəcək bu məsələdə. Təşəkkürlər Emin. Bugünkü buraxılışımızı yekunlaşdırırıq. Ölkə futbolunda artıq klubların vaxtıdır. Klub futbolu həftə sonu gündəmdə olacaq və biz də Sportal TV olaraq oyunlara qədər oyunlarda, oyunlardan sonra müxtəlif multimedia layihələri, eyni zamanda ayrı-ayrı proqramlarla, söhbətlərlə qarşınızda olacağıq. Kanallarımızı izləyin, abunə olun. Görüşərik. Hələlik.